Biraz kesler. Oturun qoy sənin yanında. Gel otur. Sən necə? Getmişəm əllərimi yumağa. Telefonu da zaten tutarmışdım. Adam geri elə əllərimi yumağımla çıxmağım elə bir oldu ya. Əllərimi yumağımla elə çıxmağım bir oldu ya. Bir dəfə, keçən dəfə telefondan girdim. Qalmışam qapıda, biraz TikTok'a, biraz Instagram'a, nəysə biraz oradan buradan. Bir də baxdım ki, mən bura nəyə girmişdim mən. Çatmıyor, demeyek. Sonra keçən dəfə Kelin Aydın'dan yadmandan düşdü. Babadan lopuz görmüşdü, crossword var idi, yox. Keyif o günler. Papa oturardı həmişə divanda, crossword həll eləyərdi. Yazardı, pozardı. Arada bir də qışqırdı ki, arvad, o şərimin suyundan gəlib onun üçün. O şərimin suyu çıxdı da daxildə. Boz kimi şərimin suyunu istəyir yazır. Sözüm onda yox. Sonra arada bir də qışqırardı, arvad, Kanada'nın paytaxtı hara idi? Mən də qışqırardım, oftava, daha boğazım ağrıyır. Sonra yenə qışqırardı, arvad, Portuqaliyanın paytaxtı hara idi? Mən də deyərdim, Lişabon. Keyif o gündən. Vaxtını onda gedib dişləri bücətdir. Bir dənə də paytaxtına düz gedəyəm. Yaxındır qılır, görsən. Yiyin də, yiyin. Nə gətirim sənə? Nə hazırlamısan? Nə yiyək ki belə? Baxın, görün nə hazırlamışam. Hazırlı şey var. Cır, qaynamış yumurta, bu da. Əslində ana, diyetoloqlar deyir ki, səhər yemək ziyandır. Səhərlər gərək az qalır. Sizin deyirlər. Yəni, mən başımı xarab eləməyim. Onun deyən diyetologlar belə qələt edirdi, başını daşa döyürdür. Onu bilirsən bir baxansı diyetolog deyir. O ki, səhər durur, evdəkilərə bir dənə zavtırıq hazırlamağa tənbəllik edir. Onu deyir ki, evdəkilərə bir bazı suyla, muyla yola versin, özü də bir stədən kof etsin, təzə ilə başa atıb yatsın. Hələ bilmirəm, bunlar köydə kəndə təzə dər gətirirlər. Bizə vaxtı səhər yemək yemirdik. Mən də yerə səhər yemənin möhkəm fazla biraz. Səhər yeməksiz adam olur. Eləyə bilmir, məsəl, gün yaxşı keçmir də. Bizə keçən dəfə səhər yemək yemişdik də, yeməmişdik də. Mən gəldi elə başımıza həmin gün gəldi. Bu dedi ya. Deyək ki, o şey var, pomidor yumurta var. Bizlər o qoymuş ki, halbuki gün orta çağı yesinlər də. Ona da hərrəndi, fırrandı. Gəldik ki, zavtırıq ama onu Bu diyetologlardan özündən çıxardılar. Ha, vallahi. Hamısı bolluqdan da. Əvvəl bolluq yox idi. Günorta pomidor yumurta, axşam günkü. İndi maşallah hamısını ötürürlər səni. Olabilir. Valla ölənlərinize rəhmət. Ne oldu bir Allah rəhmət eləsin deyin də. Əşi bir dənə də görüm kimdə ona rəhmət düşür. Gəl o. Düzdür də, amma bir də görək kimdir, bəlkə sonra rəhmət düşmür. Hər kəs əmindir. Yox ha valla əmin deyil. Rəhmətli xanım deyərdi, eğer bir qız alırsansa, birinci onun təmizliyinə baxmalısan. Mən də aldım da bunu. Apıram da onun pərdələrindən. Çirk içindədir. Dur, papağa nədvan gətir pərdələri çatıyor. Neyini? Gəlsən qulağında pamuk var, edirəm paltarları yox. Səyət asmalıdır. Sənə bir bayaq deyirdin, kanser bitər edib məni. İsti çay içdim. Bədənim qızışdı da neyini dayım. Elə ki o çay hər gün içəsəndə. Kimdir, səhər-səhər yemək zəhrimar edir, namaz gündə xarab edir. Adı sən bilmirsən, bunu qırılmış ələr səsləri gəlirlər bizi yemək yemeye. Olar bir də. Açıq suda qapıdan da çıxır. Pərdə yunanlardır. Demirsən, pərdəm çəkidir. Demirsən, əl dəsmalına oxşuyur. Çalmışam pərdə yanları yüzündən. Bən sən nəyə gəlmirsən? Oraya bak. Gəl, keçin. Orada su. Dur be. Buna səmimiyyətdir. Geç tərəfə, geç otur. Hə, mən sənə deməmişəm müştərilə əllə verib görüşmə. Qohumun dərzüzdür əllə verib. Mehribansılıq əlində. Lazım deyil mehribançılıq. Ayıb deyib bəs deyişə kişsən. Oldu. Mənə bax, xanım, budur, yoxsa başqa nə soracaq? Hayır, budur. Hə, mənə bax, gəl kömək elə, bunu yığır. Bəlkə deyirəm, halda süfrənizi açıq gəlmək keçərək yəsiniz. Hə, yox, çox sağ ol, biz yedik. Oh. Bu gəldi oturdu süfrə. İşte yer yurduq. Ha, buna da yoncaya girmişinə kimi. Mən pərdəni açmayayım da sənin. Geç otur. Hayır, Buna çöldə olmuş, gəl bura. Anne şu git, nə yemək yemək. Xanım deyil də. Xanım elə belə deyir, söz misali. bunda Qışqırma üstünə, mama deyərəm ha. 45 yaş var, gəlib gedir mamama deyərəm. Ayıb deyə, mən getmişdim, mən bir şey gətirərdim də. Mən yazıq 2 günlükdən bildirsə yumurtasının üstündəyim. İnansa ilişib qalıb burada, nə yuxarı gedib, nə aşağı. Mən neyniyim, qaynanam mənə çox istəyir. Ara gedirəm, yemək üstə sıxıram. Qaynanandır bu. Qaynanan yerdə yeyərsən, kömək elə. Yaxşı. Xanım, desəm bu pərdən çoxdan yumursa, at isi verir.
gəlin. Anan səni həmişə tərifləyərdi ki, qızım belə qoçaqdır, belə yığır, belə yığışdırır. Hələ üstəlik də deyərdi ki, bacıları da gəlir köməklə. Budur sən bacıları. İştirsən nə deyir? Deyir bacılarım onlardır. Yəqin mən balaca bacıyam, sən də böyük bacı. Özdə sən ərə getmişsən. Sən nişanlısan, yerində fırlansan ya. Bəs çayı çəkirsən, ayıb da ki. Ay xanım, bazıları deyir, xanım sivayet verir, oradan gəlmiş. Özə ayıb dediyim idi. Firuze xala, bazen pərdə demirsən, kirlidi getməmsə, sən üçün nə fərqi var, Ha mən yuma pərdəni, ha onlar üçün. Əsas nədir? Pərdə pərdəsində düzdür. Ay gəlin, mənim oğlum getsin zülmlə pul qazansın. Səhər saat 6-da getsin, axşam saat 9-da gəlsin. Qazansın zülmlə sən eləsən bu belə itə qurda. İştirsən nə deyir? Deyirsən pulu yezdirərsən itə qurda. Yəqin qurdu mənə deyir. O da it mənə. Allah hansız düşərəm da it kimi qaparam mən səni. Hala. Ay xanım, o it nədir, qurd nədir, bu nə sözü deyirsiniz? Ay qardaş, indi nəyə əsəbləşsən ki? İndi söz misal olaraq dedi də indi mama. İndi həm də ki elə itlər var ki, laf belə insandan vəfalı deyir. Düz deyir, müəllim düz deyir. Nə deyir? Sən deyir də, deyir vəfalısan. Sən vəfasızsan? Mən qurdam, sən it. Allah haqqı, çöl domuzluqsan, ya kömək ver. Bilirəm də. Gör mən onlara nə qədər pul verəmək, 60 manatdır, 60 manat. Heç mən məziyyətimə dəymir, ora çıxmaq, düşmək, yumaq, ütüləmək, təzdən çıxıb basmaq. 60 manatdır da, rahat, əlim ayaq. Sən elə axsır əyəm bizim deyirsən, 60 manat. Gör bu 60 manatın necə qadını, sən də versən də buna tökür öz tulumlarına. Mənə bax, bu xanım aradan bir axşam yeyib içirik. Bunu sən deyirsən, hə? Yo, deyir ki, tuluqlarını doldurur, tulumuza doldurur da. Ay xanım, tuluq nə deməkdir ki? Ona söz deyirsiniz tuluq nə deməkdir? Sən yaxşı bilirsən tulumları. Ay yox, bilmirəm, nə deməkdir? Bilirsən, Ay bilirsən. qardaş, indi atalar misal olaraq dedi də. Tuluğu? Hə, tuluğu. Məsələ nədir? 60 manat yox, 60 manatın kimdən çıxdığını. Narahat olma, oğlundan al. Anama deyərəm, anam mən rahatçılıq üçün 60 manatı verər. Mama qulağı bəlkə, qulağı ver. Elən ki, bugün adım mamandır. Əvvəl axır fırram, gəlin mamamın cibinə çəkdir. Hadi, hücum et. Askerlerim mənə bax. Səni atağın evindən o valdızları ilə təmtanaqla gətirdim. Sən gəlib burada oturasan, yeyib içəsən. Elə bunlara bir dənə gəlib paltarı geyindirdim, gətirdi pərdələri görmür da. Nə bilir, bir də yaraşar, yaraşmaz. Sən deyir, gəlin də oyunu yanında. Mən deyir, Allah keçərəm o aldığım 60 manatdan, apararam sən xalqara metrosuna. O gəlinliyi geyindirərəm sənə, elə belə dekalite bir darta gələrsən. Mən də qartı yemlə. Geyinirsən. Yemirəm. Geyinərsən. Qışqırma işte, mama deyərəm ha. Sən də bir dənə mama var, gəlib gəlsən mamama deyərəm. Firuze xala, ayıb deyil. Deyirsən gəlin paltar geyindirəm, ayıb deyil. Kişi dinləri iş görməyə gəldi. Yox, ayıb deyil, düz deyirəm. Düz demirəm oğlum. Düzdür. Hə, mənə bax, keçməyəm. Görsən, gün müqarə edir. Sənin işin yoxdur. Mənə bax, ifritə. Hansı dövrdə yəni pərdə Yusuf, Liman Yusuf, Fatah, o şirkət var da, biz nə qazanarıq? Vay, gəzmirik sadəcə. Biz o vaxtda xalça sürtməmişik, falan yımamışıq mən. Hə, nə olub, sənin dövründə belə şirkət olmayıb partlayırsan, elə o dövrün arabasından keçdi o dövrə. Ya telefon istifadəsi, nədən nə Allah qoysa. Getsən bütün gün lazerə cız, bız. Sənə gəlsin, ütülmüş toyun izi versən. Ay, qışqırma anamızdır. Nə sən ki, sən anamızdır. Şəşələnmə, otur ayırma, otur. Mən də qaynanam qarşıya biz mi kimsən? O bir də ağlayıb qara sara bilərsən, hə? Anama nə demirsən? Anam qorxurdu ondan. Qorxar da bir şey olan kimi mənim üstümə yazsam, mənə bax, mən pərdə yuma şirkətim, qaynana yuma şirkəti deyiləm. Götür onu, çıxay gedək. Aldığımız 60 manatı burnumuzdan gəlib. Nə oldu, getdiniz? Getdilər, dincəl. Yaxşı oldu. Yaxşı. Get çağıracağım, kartını atarım 60 manatı. Yox, lazım deyil. Anın demir, dədə babadan özümüz. İndi ay qaynana, gətirib nərdivanı qoyacam bura. Iqqana çıxarsan, sökərsən o pərdəni, atarsan yerə, qoyacam maşına, yıllar. Sonra yenə pörtənə ütüləyərsən, yenə iqqana çıxarsan, asarsan, camını çıxar, cibindən tut. Bəs sən nəyə gətirmişsən, oturub yeyib içəsən? Ay oğlum, mənə qulaq as. O bir dənə bacım var, sən yetim bacım var. O zəng eləmişdi, bir xalçayma şirkəti çağırmışam.
60 manat satılır. Atarsan o kartda bazıdır. Bir dənə 60 manata görə bazım evdə olur. Bəs mənimki? Ada sanki pəhlivan kimi demək ki, arıqlanıb desə o yəni sizə qalsa seçsin. Neyini? Gedirəm deyirə, atarsan o kartda yaxşı. Yaxşı. Gedirəm. Səhər yeməyi nə tər zəhər oldu adam üçün. Sonra da başa düşmüyorum.